Ömer İbn Hattab, bilirsiniz geçen dersi götürdük. Fars dövlətini fəth eləmək qərarına gəlir və əmr edir ki, əli silah tutabilen hər bir kəs, hətta silah tutabilməyən, gözü görən, hətta görməyən, dili pərgər olan, xatib olan, bəlağətli, fəsahətli olan, hətta hər bir şair, neynənsə döyüşə qığılcım verə bilən, alıştıran, döyüşü şücaətləndirən, həvəsləndirən hər bir kəs qatılsın. Çünkü Fars'ın ordusu böyüktür ve her taraftan insanlar Medine'ye Ömer bin Hattab'ın çağrısına icabet olarak gelirler. Kardeşler, büyük bir say. Medine'de hiç vaxt bu kadar büyük bir ordudan əskər toplanmamıştı. Müslümanların sayı 30 mil. 30 mil nefer əskər Medine'ye toplanır. Ve Ömer bin Hattab da bilgesini paltarını giymişti ki ordunun başında gitmeye. Onun salih vezirleri Ali bin Ebi Talib, Osman bin Affan diğerleri yani müminin sen gelebilmezsen. Niye? Deyir çünkü eğer siz məğlub olsaz ve sənə bir şey olsa İslam ve devleti ve rehberi sınmış olur. Bu da yol verilmezdi. Ama sen əvəzinə biz başka bir komutan seçək. Birden məğlub olsa rehber de yerinde, devlet de yerinde. Yani çok da korkusu yoktu. Sen gidebilmezsen əvəzinə başkası getməlidir ve doğrudan da iqna edirlər. Ömer İbn Hattab'ı iqna edirlər ki, Medine'de qalsın, əvəzinə başka bir nəfəri seçsin. Ve Ömer İbn Hattab əyyanlarına sahabeler deyir ki, herkes öz xeyməsinə, öz hücrəsinə, evinə çəkilsin, saf bir zehinlə fikirləşsin ki, xəlifə səviyyəli bir insan kim olabilir? Ömer İbn Hattab'ı əvəz eləyən orada. Hamı fikirləşir və birdən Osman bin Affan qaça-qaça gəlir, deyir ki, vəcədtul əsədə fi barasimihi. Taptım ya emir müminin. Şiri meşədə hündür bir yerdə taptım ya emir müminin. Bu ərəblərdə məşhur sözdür. Aslanı meşədə hündür bir yerdə taxtında taptım. Deyir, kimdir aslan? Qalet Sa'd bin Ebi Vakkas. Deyir, oradan da aslanı meşədə hündür yerdə tapmışsan. Və həmən qərar verir və Sa'd bin Ebi Vakkas bu əzəmətli ordunun başında Fars imperiyasının üzerine orduyla, Müslüman ordusuyla gelir. Ömer İbn Hattab mektub yazır. Sa'd bin Ebi Vakkas sonra çatanda ve bakın kardeşler, bu mesele büyük meseledir. İhlas. İhlas yoktursa hiç ne yoktur. Her şey ihlasın üzerindedir. Yazır mektubda. Ya Sa'd ibni Uheybin. Ey Sa'd, Uheybin balası. Demir ya Sa'd Ebe İshak. Demir ya Sa'd ahadil mübeşşir bil cennet. Demir ya Sa'd Halil Nebi, peygamberin dayısı. Deyir, ey Uheybin balası, babasının adını çeker. Ey Sa'd, yani onun için kişildir. Hatta ona məğrur olmak, iblis sancısından korkmaktan ötürü onu uyarır. Kale Sa'd, ya Sa'd ibn Uheybin, la yagurranneke minallahi en qila ya khâle Resulillah. Ne baden məğrur olmayasan ki insanlar sana vaktiyken ey Allah'ın Resulünün dayısı demişler. فَاِنَّ اللّٰهَ لَيْسَ بَيْنَهُ وَبَيْنَ عِبَادِهِ نَسَبٌ. Allah'la kullar arasında nesib, necabet, nesil söhbəti yoktur. Tebbet yede Ebi Leheb ve Hab. Yerden çıktı. Peygamberin emsi. Ve ne diyor? İnsanlarla Allah arasında, kullarıyla Rabbi arasında nesil, necabet yoktur. İlla bir ta'a. Yalnız taatle. Bir taati ve takva. Tekva ilandır. Ve sonra ne diyor? فَالنَّاسُ شَر۪يفَهُمْ وَضِيعَهُمْ عِبَادٌ لِلّٰهِ. İnsanların şerif olanı da, yani hakimi de, sultanı da, nökeri de, hadimi de Allah katında eyni olarak hamsı eyni kuldur. Allah Rabbuhum ve hum ibaduhum. Allah onlar Rabbi, onlar da Allah'ın kullarıdır hamsı. Felzem bihirzin Nebi sallallahu aleyhi ve sellem. Sen Allah Nebisi sallallahu aleyhi ve sellem kemerinden möhkem yapmış. Onun yolunu tut, kes ki Allah sana geleme versin. Başka şey ümit dileme. Bil ki Allah'la sizin aranızda yalnız
ona olan taatinizdir. Və deyir ki, döyüşdə olan hər bir şeyi mənə dəqiq vəsf elə. Bütün hadisələri gündəlik olaraq hər gün məktub mənə göndər. O qədər dəqiq vəsf elə ki, sanki mən döyüşün içində döyüşə nəzər salan, onu görən kimi olum. Və Sa'd bin Əbi Vaqqas doğrudan da döyüşü vəsf eləyir. Deyir ki, hər dəfə məktubda yazır ki, yəni müminin sağ tərəfi belə qoydum, sol tərəfi belə, sağ tərəfin başına filan kəsi, sol tərəfin başına filan kəsi, arxa orduya filan kəsi, hər şeyi dəqiq vəsf edir. Bunlar bura, hamısı dəqiq vəsf edir. Və gündəlik məşvərət edirlər. Yaxşı, bu məsafədə məktubu kim çatdırırdı? Keçən dərslərdə izah elədi ki, artıq Umar bin Xattabın dövründə poçt, telegram ilk dəfə İslam tarixində yaratılmışdı. Sürətli qaçar atlar fasiləsiz o məktubu daşıyırdılar. Uzun məsafəni, 3 günlük məsafəni bir gün edirdilər. Allahu Akbar. Və ilk görüş baş verir. Hadisə Qadisiyyə deyilən bir yerdə olur. Qardaşlar, Qadisiyyə döyüşün həm ləqəbidir, adıdır, həm də məkanın adıdır. Məkan İraqda yerləşirdi əvvəllər. İndi oranın başqa adı var. Əl-Qadisiyyə həmin böyük bir sahədəki döyüş orada olmalıydı. Amma Farsın paytaxtı isə Əl-Mədain deyilən bir vilayətidir. Əl-Mədain. Amma döyüş İraqda seçilir. Və bu hamısı Fars dövləti sayılırdı. İraq qarışıq, hətta Yemən. Yemənin bir hissəsi daha doğrusu. Deməli, düşmən eşidir ki, müsəlmanlar nə qədər gəliblər? 30 min orduyla. Və çox qəribədir ki, ilahi təqdirdə daima müşriklər 3 qat olur. Burada müsəlmanlar bu saçı belə baxsaq, ən yüksək rəqəmdir də 30 min. Bu boyda ordu indiyə kimi Mədinədən çıxmayıb. Farsın ordusuna qədər də 100 min. Təsəvvür, meydanda 100 min insan gəlir. Ordunun başında Farsın komutanı, generalı, tanınmış qəhrəmanı və Azərbaycanda ən məşhur uşaqlara verilən ad Rüstəm olur. Rüstəm. Anlayırsınızdır? Rustum. Qardaşlar, Fars bu adı müqəddəsləşdirir. Məşhur edir. Əziz edir. Çünki Farsın qəhrəmanlarındandır. Və bu adı uşaqlarına qoyur və oradan da keçib bizim uşaqlara. Və nə çox babalarımız, atalarımız bu uşağı, bu adları uşaqlarımıza qoyur. Rüstəm. Rüstəm. Rustum həmin Rüstəmdir. Halbuki Rustum kimdir? Müşrik, necis, mecusi. Və qutilə mecusiyyən. Və mecusi kimdə? Məhv olmuşdu döyüşdə. İslamı da qəbul edəməmişdi. Bu nəyi göstərir? Göstərir ki, Farsın İslamı İslam deyil, başqa bir şeydir. Başqa bir şeydir. Yəni, əgər onun İslamı həqiqi İslam olsa, ixlaslı İslam olsaydı, müşrik olan, mecusi olan, mecusi kimi də həlak olan insanı niyə qəhrəman edir və onun adını müsəlmanların uşaqlarına niyə qoyur? Hələ bu harasıdır? Əbu Lu'ləl mecusi. Mecusi. Əbu Lu'lu. Götürmüşük. Umar bin Xattab öldürən. Məşhurdur, qəhrəmandır, türbəsi indiyə kimi oradadır. Türbəsini tavaf edirlər, təbarruk edirlər və əmmaməli mollalar əlini açıb orada dua edirlər. Zapislərdə var, videolarda var bizdə. Əlini açıb nə dua edirlər əmmaməli mollalar? Allah'ım bizi Əbu Lu'lə məcüsi ilə həşr elə. Biz də deyirik ki, əmin. Allah sizə Əbu Lu'lə məcüsi ilə həşr eləsin. Sizə də inanan avamlara da hidayət versin, yazıqlar. Aldanıblar. Həqiqət budur. Yəni bunlarda İslam deyil. Bunlar İslamdan su istifadə ediblər. Sadəcə ola bir köynək kimi. Həqiqət başqadır. Baxın, Rustum onların qəhrəmanıdır. Və bu ad məşhurdur və onların dalğası bura gələndə 5 əsrdən qabaq Rüstəm adı da bura gəldi. Və bu adları nə çox uşaqlara qoyurlar. Nəysə, bu Rustumla tanış olaq. Rustum gəlir. Rustum, nə biləsən Rustum? Rustum Qadisiyyədə Farsın cəhcəlalını, heybətini göstərmək üçün şahı tərəfindən böyük bir xeymə qurur, çadıra. Təsəvvür, nəhəng bir ağ çadıradır, ağ çadıra, nəhəng. Koridor kimi gedir. Çadıra gedir və nəhayət böyük bir kümbəz çadıra olur. Təsəvvürləyin. Və həmin o kümbəz ən yekə çadıranın altında nələr var? Baxın, çadıranın qapısından hamısı xalçadır. Fars xalçaları bizdə bəhbəh olur da. Xalçalardır. Xalçanın ətrafı hamısı ipək və məxmər müttəkələr. Balaca döşəklərdir. Və zərabiyyə məbthûthə. Qurandakı ayət kimi. Necə cənnətdəki kimi.
Döşəkləri üst-üstə səliqə ilə düzüblər. Hamısı ipək, sağ sol. İçəri bütün cəhcəlal. Və içəridə əskərlər, çöldə əskərlər və Rustum deyir ki, elçilər göndərin. Bir söhbət edək, görək nə var, nə yox, niyə gəlmisiniz, muradınız, məqsədiniz nədir? Və bu xeyməni qəsdən təşkil ediblər. Kümbəzin altında hündür bir yerdə qızıl arş, yəni taxt. Qızıl taxtın üzərində ipək müttəqələr, ipək yastıqlar. Rustum da orada oturub ipəyin, məxmərin içində hər 2-5 tərəfi üzük. 5 parmağın hər ikisinin 5 parmağı üzük. Üzüklər nə üzük? Yaqut, zümrud, zəbardək, almaz parıldayır. Bütün qızılın içində. Məqsəd yönlüydü. Burada kasıb yoxsul görsənən ordunun gözünü sındırmaq üçün. Bax biz buyuq. Siz belə bir imperatorluqla, onun belə bir komutasıyla, yəni görüşə gəlmişsiniz. Bilirsiniz ki, kimlə döyüşməyə gəlmişsiniz. Məqsəd burada buydu. Və Ömər ibn Xattab radiyallahu anhu sünnətə uyğun olaraq 7 nəfər alim sahabəni Rustumun üzərinə İslamı dəvət üçün göndərir. Qardaşlar, əslində İslamda cihadın məqsədi nədir? Qan tökmək, baş vurmaq, ya boyun vurmaq, yox. Əslində hamısı dəvətdir. Hamısı İslama çağrıdır. Və necə Allah Nəbisi sallallahu aleyhi ve sellem yazdığı gəlir hədislərdə, Ali ibn Əbi Talib döyüşə enəndə deyir ki, sənin ilk işin onları İslama dəvət eləmək olsa. Əgər onlardan bir İslamı qəbul edərsə, vallahi sənə qırmızı dəvələrdən daha əfsəldir. Ömər ibn Xattab həmin sünnət əməl edir. 7 sahabə seçir, alim. Rustumun yanına göndərir ki, İslamı ona ərz eləsin. Bax, biz sənə İslam gətirmişik, Rustum. Və ondan da qabaq Rustum deyir ki, elçinizi göndərin, söhbət elək, nə var, nə yox. Sa'd bin Əbi Vaqqas, Rəbi' bin Amir adında sıradan bir nəfəri seçir. Rəbi' bin Amir balaca bir atın üzərinə minir. Qatırı oxşir at. Paltarı da yundan, səfərdədirlər, toz torpaq və tərin içindədir. Əlində də uzun bir turs, yəni nizə olur. Uzaqdan çadır görəndə bu fatin zəki olan sahabə bilir ki, necə onlarla özünü aparmaq lazımdır. Öz balaca atından düşmür və nizəni yerə vura-vura çadırın qapısına yaxınlaşanda əskərlər təbii ki, buraxmır. Hala buraxılır. Xalça hamısı, Fars xalçaları, müttəkələr ipək. Dedi, sizin əmriniz Rustum özü məni çağırıb. Dedi, bir elçi göndərin. Görək nə var, nə yox, kimsiz nə üçün gəlmişik. Mən öz xoşumla gəlməmişəm. Buraxmırsınızsa geri qaydaq, döyüşə başlayaq. Rustum oradan deyir ki, buraxın, mani olmayın. Qoy gəlsin. Rəbi' bin Amirə də bu lazım idi. Neynir? Nizəsi ilə xalçaları deşə-deşə, qabağında da müttəkələr üst-üstə, döşəklər, yastıqlardır belə. Hamısı ipək. Bütün üstü qaş. Başlayır onlar bir-bir yırta-yırta girməyə. Lələlər uçur, pat, girir. Bunlar baxsınlar, neyiniyə? Kim qabağını almaq istəyəndə Rüstümdəki mani olmur. Məqsədi olmur, qəsdən. Ne üçün belə eləyir? Çünki Rüstüm, Fars, öz cəhcəlalı ilə, öz heybəti ilə, öz zəhmi ilə onları sındırmaq istədi. Müsəlman da kasıb bir paltarda, balaca bir at, paltarda yun, tərli, toz torpağın içində İslamın izzəti ilə onları sındırdı. Nədir? Və nizəsini məqsəd yönlü olaraq qabağından keçən 3-lük, 4-lük, 5-lik, 6-lıq üst-üstə düzülmüş döşələrə partladı, hələm də Rüstümün yanına gəlir. Heç kimdən qabağını sağla bilmir ki, əmirimiz gözləyir, mani olmayır. Şapçıra gedir. Bir hətta Rüstümün yanına çatanda xeymədəki döşəklərin əksəriyyətini dartdı. Bütün o gözəllikləri lap gözəl belə mənzərəyə saldı. O qədər qəşəng oldu. O bağça vaxtı qutaranda uşaqlar çıxanda necə oldu vəziyyət bax. Xeyməni o günə qoydu. Bir sözlə içəri girəndə gördü ki, Rustum qızıl arşın üzərində ipək müttəkələri söykənmiş, ipək yastıqların üzərində oturub 10 barmağının 5'i buradan, üzüyü 5'i buradan üzük. Soruşdu, kimsən? Səni bura gətirən nədir? Rəbi' bin Amir radiyallahu anhu düşdü öz miniyindən və miniyini həmin o bəzəkli, düzəkli döşəklərə bağladı.
قال الله بعثنا لنخرج من عبادة العباد إلى عبادة الله الواحد الأحد. Allah bizi gönderdi ki biz kullara ibadet etmekten tek olan, vahid, ahad olan Allah'a ibadete çağıraq. Biz zulmet içindeydik. Allah aramızdan bir elçi seçti. Rahmet olarak bize gönderdi ve sonra İslam'ı ona erz edir. Çok güzel danışır. Natik, belagatli, fezayetli, çok muhteser, çok zeki bir kelimelerle İslam'ı ona muhteser bir şekilde çattırır. Ve sonra kelimenin sonunda فَاِنْ قَبِلْتَ مِنَّا رَجَعْنَا عَنْكِ dediklerimi kabul etsen biz ordunu geri döndürdük. Sizle dövüşmürük. Ama yok, icabet etmesen bizim davetimize eslim teslim ol ve selamat kal. O zaman biz Allah'ın hükmüne teslimik ta ki Rabbimiz öz mev'idini, görüşünü bize, öz mev'idine bizi çatırana kimi. Qala fema mev'idullah, Allah'ın size vəd ettiği mev'id, o görüş, o vəd nedir? İki şeyden biri. Ya zafer, ise galibiyet, ya da ki el cennet. Cennettir. Bizden birimiz ölende cennete girir. Ona göre ölmek bizim şey asla korkulu değil. Hatta bize ölmek daha azizdir deyir ona. Rustum bu insandaki zekaya, bu insandaki qətiyyətə baxanda deyir ki, əseyyiduhum ente, sen onların ağasısan. Qale la, xeyr, mən sıradan birisiyəm. Sadece olarak Allah bizi İslam'la izzet etmiş. Bizim en aşağıda olan, en yukarıda olanla eynidir. Bir teklifim nedir? Teklifim ya İslam'ı kabul edirsiniz, biz geri dönürük, dövüşmürük, elime oldu. Ya da ki biz sizle dövüşürük ya da ki cizye. Kardeşler cizye meselesine gelende meclisi meselesinde eleme olun. Cizye meselesine gelende kardeşler meclisi meselesinde ihtilaf var ve sahih görüş oldu ki meclisine bakma ki müşrikler ama onlardan cizye götürülüyor. Çünkü Allah Nebisi sallallahu aleyhi ve sellem'den açık nas var. Onlardan cizye götürmek. Onlardan cizye götürmek. Bu da istisna bir haldı. Sırrını da Allah bilir. Allah bilir niye meclisilerden cizye götürülür diğer kitap ehli kimi. Ya dövüşmek ya İslam ya da ki cizye. Ve dövüş təyin olunur. Ve Sa'd bin Abi Vakkas onun bedenine yara düşür. Dövüşte mübaşir olarak iştirak edebilmir. Hatta halı elə ağırlaşır ki ata bile oturabilmir. Ve deyir ki ben hündür bir yerde olacağım kalanın içinde. Size 4 defa tekbir edeceğim. Birinci tekbir eləyəndə hemen safları dövüşe hazır bir şekilde düzülün. İkinci tekbir eləyəndə silahlarınızı kaldırın. Üçüncü tekbirde tam dövüşe hazır olun. Dördüncü tekbir edəndə tekbir edip dövüşe katılın. Deməli Sa'd bin Abi Vakkas qalada hündür yerde deyir Allahu Ekber. Hamı sıraya düzülür. 30.000 əskər. İkinci de tekbir eləyəndə Allahu Ekber. Neynirlər? Silahlarını götürürlər. Üçüncü defa Allahu Ekber tam dövüş şeklinde alırlar. Ve dördüncü defa tekbir eləyəndə Allahu Ekber təsəvvür edin bir ağza 30.000 nefer Allahu Ekber desene baş verir. Yani belə bir ildırımı, belə bir səs-küyü Rüstüm görməmişdir. Rüstüm nədə Fars ordusu. Bu səs nətər onların qəlbinə düşür ki, ilk andan qorxu kimi onların bədənini, onların ruhunu, onların qəlbini deşir. Ve Müslümanlar dövüşe düşürler ve böyük dövüş olur. 3 gün 3 gece dövüş. Ve bir de ayrılırlar ki Rustum'un başı nizənin üzerindedir. Müslümanlar deyirlər Allahu Ekber. Farslar görəndə ki Rustum'un başı nizənin üstünde ve başlayırlar silahı atıp kaçmağa. Ordu başlayır kaçmağa. 100 minlik ordu təsəvvür edin. Ve Müslümanlar onların dalınca düşür. Ta paytaxt olan Mədain deyilən bir yere kim çatırlar. Ve Allah Subhanahu Müslümanlara bu aziz büyük bir qələbəni verir. Sonra bilirsiniz ki ora İslam diyarı olur ve ora fəth olunur ve meclisilər cizye verirlər. Əmin-əmanlığını təmin edib yaşayırlar. Bəziləri İslam'a girir ve bəziləri nifaqla İslam'a girir. Ve o vaxtdan bu vaxta kimi onlar bir protokol aralaraq yazıblar ki eybi yox. Bax gələr qaytararıq bunu, intiqamımızı alarıq.
Və nəhayət axırda elə bir qərara gəlirlər ki, indiki müasir şeylərdən, farslardan söhbət gəlir ki, İslam'a nifaq olaraq külli bir şəkildə girirlər və analog olaraq yeni bir din, əslində dindir, məzhəb deyil, adından İslam'a girib, dindən başqa hər şey var orada bilirsiniz də, yəni palçın içində üzmək, nə bilim, şillə şapalaq və bu şəkildə İslamdan intiqam almaq qərarına gəlirlər. Həmin o dünyaya hegemonluq edilmiş ən böyük imperatorluqdan birinin qisasını. Sa'd bin Əbi Vaqqasın fəzilətlərində də qardaşlar, i'tizalul fitnə, fitnələrdə iştirak eləməyib. Yəni Cəməl döyüşü, Ali ibn Əbi Talib, Muaviyə ibn Əbi Sufyan arasında olan döyüşdə iştirak eləməyib. Nə eləyib? Atını götürüb, silahlarını götürüb və dağa çəkilib. Və döyüş başlayanda oğlu gəlir, həmçinin qardaşı uşağı gəlir. Bir tərəfdən oğlu ya bətə, bir tərəfdən qardaşı oğlu ya əmmi. Əmican gəl, 100.000 qılınc sənin yanındadır. Biz nə Alini, nə Muaviyyəni də istəmirik. Sən onlardan da haqlısan. 100.000 nəfər, gəl biz fürsətdən istifadə edək və döyüşə girək və səni onlar xəlifə seçək. Bu əsla fitnadan qaçmışdır. Əsla fitnana qaçmışdır və qayıdıb oğluna deyir, həmçinin qardaşı uşağına deyir ki, mənə 100.000 qılınc yox, əvəzinə danışan natiq bir qılınc gətirin. Elə bir qılınc ki, müsəlmanı kəsməyə gələndə deyəcək ki, müsəlman da toxunma. Elə bir qılınc ki, yalnız kafiri və münafiq vuracaq. O qılınc sizdə yoxdur, onda çıxın gedin. Məyər görmürsünüz bu fitnədir. Adam da müsəlmana qılınc qaldırar və neyir? Oğlunu və qardaşı uşağını qovur və fitnədə iştirak eləmir. Və hər şey səhmana düşəndə və Həsən ibn Ali radiyallahu anhu öz hakimiyyətini Muaviyə verəndə bir hadisəni və işlər düzələndə Muaviyə Sa'dı çağırır yanına. Dedi, ya Sa'd, niyə iştirak eləmədin döyüşdə? Niyə bizim yanımızda olmadın? Qayıdır ki, ya əmir-i müminin, səhrada zülmət bir qaranlıqda birdən tufan qalxdı. Misal çəkir, məsəl çəkir. Tufan qalxdı və təsəvvür elə bir dəhşət tufandır ki, kim öz miniyinə minsə, küləyin içində hərəkət eləsə məhv olar. Və mən öz minimə dedim ki, əyləş, oturmaq vaxtıdır. Yəni, həmin döyüşü misal gətirir də, o döyüşdə, yəni o səhrada, zülmət qaranlıqda, tufan içində hərəkət eləmək kim bir şeydir. Mən hara gedirəm? Muaviyə qayıdır, deyir ki, leysə fi kitabillah, Qaydım onda ki, Sa'd, Allah'ın kitabında bu sözler yoktur. De ve otur. Allah-u Teala deyir ki, وَاِنْ طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ قَتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَاِنْ بَغَدْ اِحْدَاهُمَا عَلَى الْخُرَى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيَ إِلَى أَمْرِ اللّٰهِ. İki mümin taifası dövüşəndə və buğa ayetini getirir. Allah'ın kitabında budur. Və Sa'd Muaviyə bu şəkildə cavab verir. Deyir, ya müminin, kimə qılınc qaldırın? O kəsə ki, Allah nəbisi sallallahu aleyhi ve sellem ona, ey Ali, sən mənim üçün Harun Musa üçün nədirsə osan. Ona mı qılınc qaytarır və bu şəkildə nə edir? İqna edir və söhbət qalır. Əxirən Ümmər, Sa'dın ömrü uzun olur və Allah Subhanahu həyatın sonunda ona çoxlu var dövlət sərvət verir. Qardaşlar, bu təcrübli deyil. Ola bilsin ki, bir insan cənnət əhlidir. Amma buna rağmen Allah Teala dünyada ikən də hətta ömrünün sonunda onu zəngin eləyə bilir. Bu mümini qorxutmamalıdır. Əsas baxsın niyyətinə, amacına, əməlinə, getdiyi yola. Əgər hər şey səhmanlıdırsa, digərdə nədir? Hədiyyədir. Və acil müjdə də olaraq ona müjdədir. Və Sa'd ömrü uzanır və sərvəti, var dövləti çoxalır, həyatın sonunda çox zəngin olur. Amma bu sərvətindən bir şey tələb edir ölüm ayağında. Ölüm ayağında deyir ki, mənim yundan olan bir paltarım var. Əvvəlcə oğluna deyir ki, oğlum ağlama. Və başı oğlunun budu üzərində olur. Deyir, oğlum ağlanma. Nəyə ağlayırsan? Fəvallahi innəlləhə lə yu'əzzibu əbək. Oğlum, and olsun ki, Allah sən atana əzab verməyəcəkdir. Sakin oldun? Fə innə əbəkə min əhləl cənnə. Sənin atan cənnət əhlindəndir. Və hədisi ona xatırladır. Və deyir ki, mənim bir burdəm, bir cübbəm vardır. Fə inni ləqitu müşrikinə bihə yevməl Bedir. Mən həmin cübbə ilə müşriklərin qarşısına çıxmışam Bədir günü. Üstündən bəlkə də 50 il keçib qardaşlar. Saxlayıb onu. Əmanət. Bugündən saxlayıb. Övladım, xahiş edirəm məni onda kəfənləyir.
Hemen cübbemde kefenliyim, Rabbim yanına onunla giderim. Ve kâne âhirul muhacirin vefaten. Yer üzerinde vefat eleyen en ahırıncı muhaciriydi. Birden soruştular, yer üzerinde dünyadan en son köşmüş muhacir kimdi? Huwa sahabiyyun celil Sa'd bin Ebi Vakkas ahad el mübeşşirine bil cenne radıyallahu anhu ve an ashabihi ve azvacihi ecma'in. Hâzâ ve salli lehum ve sellim ala nebina Muhammed ve ala alihi ve sahbihi ecma'in. يا سائلي عن مذهبي وعقيدتي رزق الهدى من للهداية يسأل اسمع كلام محقق في قوله لا يعزني عنه ولا يتبدل حب الصحابة كلهم لي مذهب ومودة القربى بها أتوسل ولكلهم